Çünki həyatın mənasını harda veririk? Partnyoru tapanda. Hər 5 dəqiqədən bir yazan partnyorun da bir problemi var ki, Sevgi elə bir termindir ki, heç bir adam, psixoloq, psixoterapevt, həkim ona tam sizə deyə bilməyəcək. Əslində dediyiniz o qoxu, o enerji, o güvən saçmaq enerjisi öz güvənimizi, özümüzü sevməkdən çox şey asılıdır. sevgi yavaş-yavaş yaranan bir prosesdir. Çünki sən onun altını doldurmalısan. Sağlam əlaqədə heç kimi düzəltmir. Ancaq hörmət etdiyin bir insanı sevə bilərsən. Bu minvalla da insan özünə hörmət etməyi birinci bilməlidir ki, sonra özünü sevməyə bacara biləcək. Əsas özüm, əsas gözümə xoş gəlmisiniz. Göstərdiyiniz diqqət və sevgi üçün sizə çox dərin təşəkkürlərimizi bildiririk. Mən Röyalə Məhəmmədi və tərəfdaşım Ruqiyyə Əliyeva. Xoş gəlmisiniz. Xoş gəlmisiniz. Bugün biz qadın-kişi münasibətlərindən, ümumiyyətlə qadın və kişi arasındakı münasibətlər necə olmalıdır? Sevgi və yaxud hörmət. Bunu bizim mütəxəssisimiz, klinik psixoloq Elvira Babayeva soruşacaq və qonağımızı təqdim edirəm sizə. Özü haqqında məlumat versin və biz də mövzumuza artıq başlayaq, giriş edək. Çox sağ olun Rüyalə xanım, çox sağ olun Ruqiyyə xanım. Dəvətinizə görə çox təşəkkür edirəm sizə. Mən Elvira Babayeva, psixoterapevt, klinik psixoloq, həkim və bugün mən bütün sizin suallarınızı cavablandıracağam, çalışacağam, ətraflı. Bizim üçün çox xoş olar sizin fikirlərinizi bilmək. Və kişi-qadın münasibəti əlbəttə çox önəmlidir. Bugün çox aktualdır. Və mən sizlə belə bir temada danışmaq istəyərdim ki, məhəbbət nədir, sevgi nədir, asıllıq nədir, eşq nədir? Eşq nədir, bəli. Etiraz nədir? Etiraz nədir və bu temanı öncədən başlamaqdan öncə bir dənə film sizə təqdim eləmək istəyərdim, xatırlamaq istəyərdim 68-ci ilin Romeo and Julietta filmini. Demək bu film filmdə 18 yaşlı Romeo 16 yaşlı Romeo'nu oynayırdı. 21 yaşlı Julietta 14 yaşında Juliettanı oynadı və filmdən sonra bu aktyorlar o qədər rola girdilər ki, filmdən sonra evləndilər və evlənəndən sonra bir ildən sonra ayrıldılar. Və bugünkü gün baxın bizim elmlər, bizim professorlar, bizim psixoloqlar analiz eləyəndə Romeo and Juliettanı, Leyli Məcnunu başa düşürdülər ki, bu məhəbbət deyildi. Bu etiraz idi, bu asıllıq idi, emosional asıllıq və baxın, aktyorlar da rola girib o qədər o auranı qəbul eləmişdilər, atmosferaya girmişdilər ki, biz sevirik bir-birini, evlənmişlər, amma bir ildən sonra ayrılmışdılar. Və baxın, filmlər, kitablar, bütün bizim poeziyamız, hamısı bunu belə kultivasiya eləyir ki, bu sevgi, aşk necə olmalıdır? Asıllıq olmalıdır. Özünü qurban verməlisən, ölməlisən və ömür boyu fəda eləməlisən, bəli. Bax, bu əsl məhəbbətdir. Xeyr, bu belə deyil. Və bu birinci faktordur. Görsün, kulturologический faktor. Bax, bu birincidir. İkinci faktor, nə üçün insanlar evlənirlər, nə üçün onlar bir-birinə partnyor tapırlar? Belə bir, bilirsiniz ki, siz psixoloqlarsınız, ekzistensial psixologiya var və ekzistensial psixologiyada bugünkü gün Irvin Yalom, belə bir ekzistensialist var, hətta kitabların müəllifi, mənim ən sevdiyim Irvin Yalom, hətta ona deyirlər, Irvin Yalom 21-ci əsrin Freudi və Irvin Yalom söylüyor ki, insanlar nə üçün partnyor axtarırlar? Birinci, onlar ölümdən qorxurlar, ölümdən qorxu hissi bir. İkinci, izolyasiyadan qorxmaq, tək qalmaq, izolyasiya. Üçüncü, sərbəst olmaq.
burada paradoksdur. Sərbəst oluram, amma partnyor axtarıram. Və Azadlığı, dördüncü partnyor. azadlıq. Bəli, bu Erich Fromm yazırdı, Bегство от свободы da azadlıq nəyə gətirir? Yenə də insan azad olubdu. İnsan azad olub əcdadlarından, bu azad olubdu, monarxiyadan azad olubdu, bu tayfadan, hətta kilsədən, bilmirəm, dindən, amma yenə də partnyor axtarır, çünki təklik onu qorxuzur. Ruhunun azadlığını biri ilə tamamlamağa çalışır. Mütləq və dördüncü həyatın mənasızlığına görə. Çünki həyatın mənasını harda veririk? Partnyoru tapanda. Aha, demək həyatım mənalıdır. Ailəm var, uşaqlarım var. Kiməsə də mən qayğı göstərməliyəm. Nəsə, aha, həyatımın mənası. Siz bilirsiniz ki, həyatın mənası yoxdur. Həyatın mənasını biz özümüz qururuq. Təklikdən qorxma. Aha, təklikdən qorxmaq, yenə partnyor, izolyasiya. Mən yenə də tək qalaram, məni cəmiyyət izolyasiya salar və axırıncı ən birincidir məsələ, mən deyim sizə, ölümdən qorxu. Mən uşaqlarımda, nəvələrimdə özümü təkrar eləyirəm. Başa düşürsünüz? Və ona görə insanlar istər-istəməz əlbəttə orada partnyoru axtarır. Hansı kriteriyalarla biz partnyorları tapırıq? Bax, bu çox maraqlıdır. Burada çoxlu hipotezalar var və ən birinci hipoteza odur ki, o çoxdanın hipotezadır. Əlbəttə ki, qadın kişini axtaranda və kişi qadını axtaranda bunu heyvanların da içində biz görürük. Qadın da kişi də sağlam bir insan axtarır. Sağlam olmalıdır. Və çoxlu belə body buildinglə məşğul olan kişilər, ay belə özlərini belə düzəldən kişilər, qadınlar onları sevmirlər. Qadın orta kişini axtaracaqdır və o testosteronu çox olan deyirdilər. Ay tüklü, ay balaca boy, ay saçı tökülmüş. O keçmişdə qalan bir situasiyadır. Çünki biz bilmirik. Əlbəttə o düzdür ki, onların testosteronları çoxdur, amma o fakt deyil ki, o testosteronu çox olan insan sənə yaxşı bir partnyor olacaqdır. Bu belə bir faktordur və ən önəmli faktor partnyoru axtaranda biz qoxudur. O da çox önəmlidir. Bəli. Onun iyisi də. Hətta o qadınlar ki, hansı kontraseptivlər alırlar və tabletkalar içirlər, onlar o iyini hiss eləyə bilmirlər. Çünki orada iyi elə bir ki, məhv olur və qadınlar özünə ona oxşar partnyorlar axtarırlar. Çünki orada nə lazımdır? Uşaq doğmaq lazım deyil. Ona görə özümü oxşarı tapıram. Amma o kontraseptivi çıxardan kimi axtarır özünə əks bir partnyor. Çox maraqlıdır və ailələrdə çox vaxt belə olur ki, biz 5-6 il uşaq istəmirik, kontraseptivi tabletkaları içdim. Tabletkaları kəsən kimi bu partnyoru istəmir xanım. Çünki artıq o mənim adamımdır. Mənim adamım lazım deyil, mənə əks. Yəni tabletkalar bizim seçimimizi, partnyorumuzu bəlirləyir. Təsəvvür edirsiniz, o da onda belə çıxır ki, bizim təbiətən əks insanlara çəkir. Bəli. Əks. Qoxu belə, bizə xoş gələn olmalıdır. Tamamlamalıdır da, yəni. Tamamlamalıdır və bu bir faktorlardır. Belə bir faktorlar vardır ki, uşaqlığa gedək. Bizim travmalarımız, bizim bağlantı tiplərimiz. Bax, ora gedirik və bu yeni bir teoriyadır. Kişi modeli, ata modelinə bağlanma tipləri. Ana ilə və onun yerinə olduğu kim insan hangisi ki sizi böyüdübdür, birinci anadır. O münasibəti biz təkrar eləyirik partnyorlarımızda və uşaqlarımızda. Bağlantılar 4 tip olur, siz bilirsiniz. Güvənli bağlantı, bəli, çox az olur. Təşvişli bağlantı və qaçan və axırıncı dezadaptiv. Dördüncü bunu John Bowley kəşf eləyibdi. Çox gözəl bir teoriyadır. Bu teoriya bugün çox aktualdır. Onun üstündə çox işləyirlər və normal bağlantılar, надёжный партнёрский də siz dediyiniz güvənli partnyor çox azdır. Mən deyərdim ki 10%'dir. Amma o birisi bağlantılar üçü də
var və təsəvvür eləyin ki, daha etibarlıdır. Təsəvvür eləyin ki, bu təşvişli qaçanla bir yerdədir. Təşvişli deyir ki, mənə təsdiq elə, məni sevirsən, məni istəyirsən, hər 5 dəqiqədən onu təsdiq eləmə, mən səni qısqanıram, boş-boşuna fikirlər olur, nə bilim nə. O qaçanda bundan hamısından qorxur, qaçır. Çünki burada biraz mən istəyərdim sizdə bu sərhədlərimizdə danışım. Bizim hamımızın siz bilirsiniz ki, şəxsi sərhədlərimiz var və sərhədlər 3 tip olur. Demək, sərt, yumşaq və elastik. Sərt heç kimi buraxmır, yumşaq hamını buraxır, hamıdan təsdiq gözləyir, hamı ilə özünü tanımır, artıq bu sərhədlər pozulur. Ən gözəli elastikdir. Yenə elastik olacaqdır. Düzgün partnyoru tapdım mən, yəni qoxuda mənə uyğundur. Bir də hansı obrazı seçirik, o da çox önəmlidir. Bu çox gözəl bir şeydir, mən bunu son zaman oxumuşam. Uşaqlıqda, yeniyetmə dövründə deyirlər, kraşını söylə, mən söyləyəcəm, sənin partnyorun kimə bənzəyir. Kraş, sən sevdiyin kinoda, filmlərdə, aktyorlarda, kitablarda oxuduğun obraz. Çünki bizim beynimizdə nə var? Neyronlar, fanat. Zirkalni neyronlar, bu ayna neyronları özümüzü oxşay, oradakı elədi, özümə oxşayan bənzərini seçmək istəyirəm, amma beynimdə də bir obraz var axı, oradan gəlibdir. Bir də uşaqlıqda nə söyləyiblər, necə tərbiyə almışam. O oğlan ananı seçir, qız atanı. Mifdir, qoyun qırağa və Freydin bura aidiyyəti yoxdur. Freyd çox genial bir insan idi. Freyd, mən hesab edirəm ki, belə bir geni idi və onun teoriyası, teoriya libido marsido ayrı bir şeydir. Teoriya libido bizi həyata gətirən bir energiyadır. Marsido da biz özümüzü ölümə gətirdiniz və bu konflikti Freyd çox gözəl yazıb. Amma qız atanı seçir, oğlan ananı yalandır. Belə qalsa biz necə olur ki, atalarına bənzər insanları özünə çəkirlər? Yenə də bu mamanı götürün, mama obrazı. Çünki 1 yaşına kimi uşağın həyata inamı, güvəni 1 yaşa kimi ana o şeyə qoyur. Ana vaxtında sizə emosional bağlandı, yedizdirdi, içizdirdi vaxtında sizi o deyil. Uşaq ağladı, mama gəldi. Uşaq nəsə də istədi, mama yanındadır və o mən başa düşmürəm o insanlara hansı ki 1 yaşına kimi uşaqlarına tərbiyə verirlər. Ağladı, əl vurma, qoy ağlasın, biraz ağlayar, özünə gələr. Xeyr. Orada tərbiyə eləməyə obyekt də yoxdur. 1 yaşına kimi uşağa onu eləmək olmaz. Çünki uşağın ayrı siqnalı yoxdur. O sadəcə ağlamaqla, səs çıxartmaqla sizi çağıra bilər və hər zaman ana yanında olmalıdır. Bax, orada uşaqda nə əmələ gəlir? Həyata inam, bazovaya doверие. Əsas güvən 1 yaşına kimi. Olmadı 1 yaşına kimi həyatda artıq bu insan heç kimə güvənməyəcək və davamı da nə olacaq? Soyuq ana, posttravmatik depressiyası, doğuşdan sonra depressiya və ana bunu hamısını translyasiya edir uşağa. Və orada sonra biz nəyə görürük? Qaçan tipləri, təşvişli tipləri, dezadaptasiya olunan tipləri, dezadaptiv tipləri bilmirsəm belə emosional yerlənçəkdədir. Və bu çox önəmlidir partnyorun seçimində. Yəni balanssız, yəni bir gün belədir, heç gün içərisində belə öz emosiyaları dəyişə bilər. Partnyorunun belə hətta bəzi insanlar var edir ki, sən nə istəyirsən mən bilmirəm. Yəni sadəcə bu qadına aid deyil, həm kişiyə də aiddir. Həm kişiyə, həm qadına biz bölmürük. Düzdür, çox insan hətta elə deyir ki, sən bürcün nədir? Sən bürcünə görə. Əslində bürcülük deyil də insanın özündəki olan o emosiyalarını qarşı tərəfə çatdıra bilmədiyi üçün siz dediyiniz kimi anasından gələn o hissi verə bilmədiyi üçün artıq bu yarımçıqlıq hissi, natamamlıq deyirik də. Görürsünüz nə baş verir? Demək, hər yerdə biz anamızı axtarırıq. Qadın da, kişi də. Və çox vaxt qadın görür ki,
O kişi nə deyir? Sən mənim mamam deyilsən. Və də qadın da deyir ki, mən sənin maman olmaq istəmirəm. Amma şüuraltı biz onu axtarırıq. Çünki bizdə bu stabil, bu надежный партнерский tip əmələ gəlməyib, etibarlı partnyor bağlantısı əmələ gəlməyib və ona gəlmək üçün mən təklif eləyərdim hamıya maariflənmək. Kitablar, filmlər, bilmirəm, psixoterapiya, master-klasslar, workshoplar, treninqlər, hər şey var bugünkü gün. Oradan hətta bu yaxınlarda səhv etmirəm, sizin workshopunuz olacaq. Bəli, mən Sibrizdə çalışıram. Aha, orada wellness klub var. Orada ayda bir dəfə, 2 dəfə workshoplar keçir və bu dəfə workshop çox sizin temanıza yaxın bir tema olacaq. Sevgi və asıllıq və bu demək rəqs partnyorla rəqs, amma belə bir həyatda rəqs. Sevgi ilə həyat na qrani. Yəni ki, belə bilirsiniz, onun arasında çox cüzi bir şey var da. Necə bir şeydən o birisinə düşməyək. Körpü, birindən o birisinə düşməmək. Bax, birindən o birisinə düşməmək də yenə də mən sizə deyəcəm ki, çünki sevgi elə bir termindir ki, heç bir adam, psixoloq, psixoterapevt, həkim ona tam sizə şey deyə bilməyəcək. Çünki o qədər orada hələ kəşf eləmək lazımdır, o qədər şeylər. Amma bugünkü gün psixologiyada biz deyirik ki, sevgi kiməsə də bağlılıq və ona tərəf yönəlmə, emosional bir hissdir. Amma bağlılıqla asılılığı qarışdırırıq. Bəs biz necə biləcəyik? Yəni insan necə bilsin ki, həqiqətən də sevir? Aha, bax bu çox asılı deyil. Asılı deyil. Bağımlı deyil. İndi gözəl. insanlar elə fikirləşir ki, bağımlılıq sadəcə narkotik, siqaret ya da içkidə var. Bax burada da bir dənə neyrobioloji bir teoriya var, düzdür? Bugünkü gün sevgi bağlılığı eləyirlər ravno narkoman addiksiyalara. Bərabər də addiksiyalar. Addiksiyalar o narkotik, alkoqolik və o bağlılıq. Bəli, çünki eyni beyində bu birinci variantda da, ikinci variantda eyni neyronlar aktivləşirlər. Eyni oksitosin bu sisteması və dopamin sisteması eyni formada özünü göstərir. Hormonlarımız belə o formada işləyir. Hətta o istək belə arzu var ki, mən bu dəqiqə onu görməliyəm, onu səsini eşitməliyəm, sanki öləcəm bu dəqiqə. Mənə zəng eləməsə, mənə demə, məni atsa, mən yaşaya bilməyəcəm, mən belə düzdür. Bax, bunlar hamısı asılılıqdır. Demək, baxın, gəlin indi mən sizə sərhədlərdən danışım. İnsanın öz sərhədləri elastikdirsə və insan özünü tanıyırsa da, özünə güvəni varsa da, özünün işi varsa da, bilirsiniz, burada iş çox önəmlidir. Özümün pulum varsa, finansivi tərəfdə. Siz bilirsiniz də, bu sərhədlər bir neçə növ ola bilər. Bədənin sərhədi var, pulun sərhədi var, vaxtın sərhədi var, psixoloji sərhədlər var. Sərhədlərin bu tipləri çoxdur. Bunlar hamısı sağlam, normal, özünü tanıyan insanlarda hamısını biz tanıyırıq və elastikdir. Yəni balansı qoruyub saxlayırıq. İstədiyimiz vaxt kimsə bizə gəlib yaxınlaşanda, yox, gəlmə, mən özümü bağlamalı deyirəm də, qarşı tərəflə ruslar yaxşı deyir, сообща, yəni əlaqə quraraq elastik edirik. Amma mən görürəm ki, mən kiməsə də ehtiyacım var, məni təsdiqləsinlər, mənə desinlər, sən gözəlsən, sən ağıllısan, sən lazımsan, mən səni sevirəm hər 5 dəqiqədən bir, bu sağlam bağlantı deyil. Bu da yenə valideynimizə gedirik, daşıqlıq travma. Əlbəttə, yenə ora gedirik. Bax, o travmaları biz necə deyirəm, psixoterapiya ilə biz onu bitirə bilərik. Düzdür, çox asan deyil. Düzdür, çox böyük bir orada belə biz ona deyirik, refleksiya olmalıdır. Sonra o mütəxəssisdən sonra siz özünüzün refleksiyası, samo refleksiya eləyə bilərsiniz, maariflənə bilərsiniz, gedə bilərsiniz. Amma yenə də mən təklif edirəm mütəxəssislə bunu eləmək. Çünki o demək deyil ki, mən burada indi psixoterapevtləri, psixoloqları propaganda eləyirəm ki, hamı getsin psixoloqun yanına, hamı getsin psixoterapevtin yanına. Amma məncə hamı öz işi ilə məşğul olmalıdır.
və gedib onu öyrənib və öz travmalarını tanıyıb və öz tipini dəyişmək məncə çox gözəl bir Hər sahənin öz professionalı, peşəkarı var. Əlbəttə. Əgər bununla bağlı bir problem varsa, niyə də bunu zamanında Əlbəttə, həll əlbəttə, etməyəsiniz? əlbəttə. Hətta nə Zamanda- gözəl ki, siz təşviq eləmisiniz ki, partnyorların bir-birinə ruhən rəqsi, Bəli, qarmoniyası bəli, əslində, qarmoniyası. Və çox vaxt gəlir mənim yanıma kişilər ki, ay mən partnyor tapa bilmirəm, mən da bir şey qura bilmirəm və mən onlara baxıram, görürəm ki, məsələn dişləri yerində deyil, nə bilim özlərinə baxmırlar. Elementar stomatoloqun yanına gedib və öz imicini dəyişmək və qadınlar kişilərdə bunlara hamısına baxırlar və kişilər qadınlarda birinci bilirsiniz nəyə baxırlar? Qadınlar üçün önəmlidir onların muskulları, kişilərin muskulları qadınlar üçün və onların təmiz geyinməkləri, səliqəli və dişlər çox önəmlidir. Kişi üçün qadına baxanda birinci bilirsiniz onlar nə axtarırlar? Taliya ilə bödra. Belləni, çana. Ora demək oranın proporsiyası fizioloji heç olmasa proporsiya olsun. Gözəl saçlar, uzun saçlar, parlaq saçlar, dırnaqlar, təmiz dırnaqlar və bizim bu üz simamız, koja. Dərimiz çox önəmlidir kişilər üçün və çox vaxt imicini dəyişirsən və birdən gəlirlər ki, bilirsiniz, bir partnyor tapdım, iki partnyor, ya yox idilər, birdən gəlirlər. Xeyr, siz özünüzə dəyişdiniz və partnyorlar sizi gördülər. Plus siz özünüzə inandınız, özünüzə güvəndiniz. Bu çox önəmlidir. Özünə güvən insan o güvənliyi saçır və insan görür ki, özünə güvən bir partnyordur, niyə də mən ondan əlaqə qurmuyorum. Əslində dediyiniz o qoxu, o enerji, o güvən saçmaq enerjisi öz güvənimizi, özümüzü sevməkdən çox şey asılıdır. Və yenə də finansiv tərəfdən niyə danışdım? Mən işləyirəm, mənim işim var, mənim hobim var. Özgüvən gətirir. Yəni o demək deyil ki, çox gözəl bir yerlərdə siz işləməlisiniz, amma ruslarda belə bir söz var, samodostatочный. Mən özümü belə deyim, ayaqlarımın üzərində dura bilmirəm. Heç kimdən heç nə gözləmirəm, heç kim məni uşaq kimi əlimdən tutmamalıdır və heç ara aparmamalıdır. Ona görə də özünə güvənən insanlar o zaman hər insanın da siz dediyiniz kimi o sərhədlərini ki bilir və hər gördüyü o xoş münasibəti də artıq seçə bilir ki, hansı doğrudur, hansı yanlışdır və ona görə də seçə bilir, öz qəbul edə bilir. Bəs bayaq sualımızı verdik ki, sevgi necə hiss edək ki, əsl sevgi içərisindəyik, bunu necə bilə biləcəyik? Bunu necə biləcəksiniz? Baxın, 24 siz partnyor tapdınız. O demək deyil ki, 24/7 o partnyor sizlə əlaqədə olmalıdır. Bu yanlış bir fikirdir. Çünki partnyorunuzun da işi var, sizin də. Siz uşaq deyilsiniz. Siz məktəbdə oxunmursunuz ki, 24/7 məsələn istəyəsiniz bu teenagerlər kimi danışasınız. Yəni yenə də gəlir sərhədlərə. Bir-birimizə hörmət eləməliyik. Mənə hər bir saatdan bir zəng eləməyib demək insanın işi var. Düzdür, siz travma keçirmisiniz ki, hansısa da partnyor sizi aldadıbdır və o momentdə ki, siz zəng eləmisiniz, o da sizi xəyanət edib. Bəli, bu trigger qala bilər və sizdə başlayacaqdır. Buna deyirlər vəhşi belə bir fikirlər ki, içinizdə yox, mən mütləq bilməliyəm, bu aç, mən videoda görməliyəm. Bu da yanlışlıqdır. Yəni insana güvənməmək. Biz insanı seviriksə də tanıyırıq. Birincisi onu tanımaq lazımdır. Tələsmirik. Bax bizim gənclərdə belə bir şey var. Gördüm, qoxu da var, idealdır, hər şey xoşuma gəldiyim bir obrazdır. Bu mənim partnyorumdur. Xeyr, bu idealizasiya da ola bilər. Niyə? Çünki biz çox vaxt öz fikirlərimizi proyeksiya eləyirik, ideallaşdırırıq və insanı elə görürük. Onun üçün nə lazımdır? Tələsməmək. Nəfəs alırıq. 6 ay periodu var ki, qarmonlarımız bir yerinə gəlsin. Bəli, 9 ay bu bizim bu nə deyirlər, bu влюблённость, sevgi, münasibət, serotonin hormonu. Hormonal revolyusiya. Hormonal elə revolyusiya, o keçməlidir 9 aya.
9 ayın içində keçir, sakitləşirik, baxırıq, bu insan sizə axtarır, sizi emosional kaçelyalarda saxlamır, sizin şəxsiyyətinizi sındırmır, sizə güvənir, sizə hörmət eləyir, o çox önəmlidir. Və ondan sonra amma sizdə ayrı bir triggerlər varsa da, o travmalar varsa da və onlar başlayır sizi qıcıqlandırmağa və hər 5 dəqiqədən bir insanı siz qıcıqlandırırsınız, onda siz özünüzdə başlayırsınız axtarmağa. Ümumiyyətlə hər 5 dəqiqədən bir yazan partnyorun da bir problemi var ki, 7-24 bir insana sən oturub da hər dəqiqə mesaj yazırsan, sən demək də bu insanın nə hobisi var, nə işi var, nə gücü var. Bu insan öz güvəni çox loru aşağı. dilində deyək, boş bir insan. Bəli, bəzən o ki, siz dediyiniz kimi qadın kişi bir-birini görür, həmən duyğuları yüksəlməyə başlayır. Aha, mən bunu sevirəm, bu doğru deyil. Sevgi yavaş-yavaş yaranan bir prosesdir. Çünki sən onun altını doldurmalısan. Bir addım altını doldurub necə binövrə qoyuruq. Və o sevgi həqiqətən də möhkəm olmağa başlayır. Burada da nədir? Siz dediyiniz kimi, yəni o ərəfədə, o zaman müddətində biz bir-birimizi tanımağa başlayırıq. Bəli, mən burada oturanda nə müşahidə etdim, onunla gəzəndə nə müşahidə etdim, mənə hansı sözlər dedi. Orada əgər sən görmürsən ki, sənin o münasibətdə reallığın artıq özündə deyilsən, reallığın dəyişir, o sənin üçün doğru münasibətdir artıq. Amma biz birinci 9 ayda bunları görmürük, çünki ideallaşdırırıq. Çəhrayı bir eynək deyirik. Bəli, Biz onu o periodu çıxardandan sonra, bəli, o stop eləyəndən sonra, analiz eləyəndən sonra burada bir moment də var. Biz məsələn o partnyordan danışırıq ki, hansı ki, öncə evli olmayıb da, amma belə bir şey ola bilər ki, insan qadın da, kişi də məsələn evliliyi olub, indi ikinci dəfə bunlar münasibət qurmaq istəyirlər. Onda siz mütləq o kişi də, qadın da öyrənməlidirlər. İnsanın uşaqları var ya, yoxdur. O uşaqlarına necə baxır və qadınla ya da kişi ilə kimlə ayrılıblar, onlardan nə danışırlar. Çünki onlardan pis danışsanlar, siz də o sırada olacaqsınız. Onların uşaqlarına, öz uşaqlarına pis baxırsa da, ya da baxmırsa da sizin gələcək uşaqlarınız da o sırada olacaqdır. Yəni bu çox önəmlidir. Nələr danışır, nə söyləyir, necə onu izah eləyir ki, niyə ayrılıblar? Hər şeyi o partnyorun üstünə mi atır? Ya da deyir ki, belə bir şey olubdu. Çox diplomatik formada deyir ki, biz ayrıldıq çünki alınmadı. Bax bunları hamısını siz fikir verməlisiniz. Bu nüanslar çox önəmlidir. Əslində burada biraz realistik baxmaq lazımdır ki, dediyi bayaq ki, çəhrayı eynəkləri çıxardıb, elə insan var ki, münasibət içərisindədir. Qarşı tərəf nə qədər ona belə deyim də təzyiq uyğulayır, ya dediyi sözləri o hormonların nəticəsində fərqli yorumlayır, fərqli görməyə başladığı üçün tamamilə belə deyim etibar edə bilmir artıq. Burada özümüzə də güvənsizlik var ki, yəni özümüzə güvənmirik və qarşı tərəfi xəyallarımızdakı kimi bəzəyib 9 ay sonra sən çox dəyişmisən, sən heç belə deyildin. Sən indi bunları adamdır ki, yox, mən həmişə belə idim. Biraz bunu da qəbul etməliyik ki, biz dəyişirik və yaxud da deyirik ki, qoy evlənim, mən onu dəyişərəm. Bax, bu ən yanlış, ən sevmədiyim bir sözdür. Evlənərik, toy olar, mən onu dəyişəcəm. Sağlam, bax sizin sualınıza cavab. Sağlam əlaqədə heç kimi düzəltmir. Heç kim olduğu kimi qəbul eləyirik. Və dialoq, konfliktlər olacaqdır. Konflikt normaldır. Hər ilişkidə konflikt var. Konflikt nə deməkdir? Yenə gəlirik bu sərhədlərə. Sərhədləri ikimiz indi qoruyuruq. Üçüncü sonra girməsin. Ya da kimsə də bir başqa dünya inşa eləyirik. Çünki münasibətə quranda onların ayrı-ayrı dünyalarını kəşf etmə periodudur. Evlənsək belə bunu qəbul eləmir bəlkə də Azərbaycandakı insanlar. Biz evlənsək belə bizim ayrı dünyalarımız hələ də qalmalıdır. Amma evləndikdən sonra, yəni münasibət içərisində biz özümüzün də dünyamızı qururuq. Bu biraz insanlar fikirləşirlər ki, yox, biz evləndikdə vəsə, onun dünyası da yoxdur, mənim dünyam da yoxdur. İkimizin dünyamız var. Bunu mən sizə deyəcəm. İndi baxın,
mən bu konfliktlərdən danışım. Konflikt iki tipli olur. Konstruktiv, destruktiv. Konfliktlər də konstruktiv olmalıdır. Yenə də dialoqla, bəlkə kimsə də kiminsə də üstünə qışqıracaqdır, bu normaldır, amma konstruktiv olmalıdır. Destruktiv bir-birinin şəxsiyyətini toxunmaq, alçaltmaq, fiziki şiddət, nə bilim, sən bunu eləməsən, zorlamaq ki, sən bunu eləməsən demək sən məni sevmirsən, seksual ilişkiyə girmirsən çünki məni sevmirsən. Bu düzgün deyil. Sizin sözünüzə gəlirik və evlənəndə şəxsiyyət bu iki dənə partnyor başa düşməlidir ki, biz ikimiz hərəmiz avtonom bir şəxslərik və avtonom şəxslərin sərhədləri var, öz maraqları var, öz intellekti var. Emosional intellektə gəlirik və özümüzü o insanın yerinə qoyub onun emosiyalarını oxumaq, empati duyğumuz, özümü emosiyanı başa düşmək, özümü düzgün regulasiya eləmək emosiyalarımı, onu da düzgün regulasiya eləmək və empatiya qurmaq. Bu emosional intellekt. Heç evlənmədən artıq qarşıdakını dəyişdirməyə çalışırlar. Öz qəliblərinə salmağa çalışırlar ki, mənim sən belə olmalısan, mən belə olmalıyam kimi. Sonra hər kəs elə bilir ki, evləndim, happy enddir. Amma məsələ ondan sonra başlayır, ediləndən sonra. Və mən sizə o ailə sistemindən ayrı bir podkastda gözəl bir şey söyləyə bilərəm ki, məhəbbət 3 il yaşayır. 3 ildən sonra mən sizə söyləyəcəm nələr olur. Və insanlar onları bilsə, bəlkə də bu qədər ayrılmazlar. Həqiqətən də çox insanın emosional intellekti dediyiniz kimi o qədər zəifdir deyək də. Yəni çünki aldığımız anadan, ən çox da anadan deyək, atadan aldığımız o emosional dəstək, o hisslər o qədər az olur ki, onu paylaşmaq da və yaxud onu stabil saxlamaq da çox çətindir. Niyə az olur? Mən də onu pasientlərə həmişə deyirəm. Bax, gəlib mənim konsultasiyalarımdan çıxanda xahiş edirəm. Kalaşnikov avtomatı götürüb papa ilə mamanı orada öldürməklə siz heç bir şeyə nail olmayacaqsınız. Onların günahı yoxdur. Çünki gəlin xatırlayaq hansı sistemdən biz çıxmışıq? Sovet sistemindən. Və orada o sistem, o temada da danışmaq olar, uzun danışmaq. Çünki o vaxtı Sovet dövründə emosiya nədir? Emosiyanı göstərmək, orada kollektivizasiya, özün öl, dostunu xilas elə, hər şeyi kollektiv üçün elə, hamı üçün elə, ailə önəmli deyil, onu qoy qırağa, qoy sən uşağını tərifləməsinlər, sən tərifləyə bilməzsən, kimsə də tərifləməlidir. Bax, oradan o şeylərdən, destruktiv şeylərdən bizdə, beynimizdə. Bir də ki, indiki münasibət deyil. Sanki elə bil ki, güc savaşıdır. Mən güclüyəm, o mənim dediyim, mənim dediyim. Çünki iki dənə ayrı-ayrı ailədən, iki dənə ayrı-ayrı siz demiş şeylərdən insanlar bir yerdə yaşamalılar. Bu çox hətta burada yenə gəlir 3-cü, 4-cü şəxs. Hətta bəzən iki partnyorun heç bir problemi yoxdur. Sənin anan belədir, sənin atan elədir. Bir podkastdır. Məncə də o video məncə qaynanalar artıq aktual deyil. İndi baldızlar var, indi eltilər var, ayrılmış baldızlar var və o temalar çox həqiqətən. Bir də ki, indi çox paradoksdur. Həm insanlar istəyirlər ki, münasibətləri sağlam şəkildə olsun, amma həm də heç kimə güvənmirlər. Həm istəyirlər ki, münasibətləri olsun, həm də bir problemdə həmən münasibəti bitirirlər. Düzdür. Çünki burada yenə gedirik travmalara, yenə gedirik o tiplərə, hansı bağlantı tipi əmələ gəlib məndə, hansı ailədə böyümüşəm, hansı mühitdə mən böyümüşəm. Plus biz çox gözəl bir tema var. Seksual ilişkilər. Biz bu temada danışmadıq. Bu da çox önəmlidir. Biz obrisi mövzularımızda danışaq. Obrisi mövzularda başqa bir podkastda mütləq sizlə görüşək. Çünki orada bir düzdür. Əsas ona belə deyim, onu bir təməl kimi görmək və seksdə hər şey yaxşıdır demək, həyatda hər şey yaxşı olacaq. O da bir mifdir. Amma seksual əlaqələr çox böyük rol oynayırlar. Həqiqətən də münasibətdə, yəni tamam ünsiyyət qurmaqdan da çox
dediyiniz kimi seksual enerjinin də bir-birimizlə Bəli, təmasın da bəli. çox önəmliliyi var ki, mən də siz dediyiniz kimi bu bir ayrı bir podkastın mövzusudur. Bəli, bəli. Həqiqətən də inşallah gələcəkdə sizlə bir daha o Kişi-qadın münasibətləri necə gücləndirək, münasibətlərimizi elə olsun ki, Eynən. münasibətlərdə nəyə diqqət edək, necə eləyək, bunları o ən biri əsası sizin mövzularımızda dediyiniz kimi sərhədlərimizi qoruyaq Sərhədlər və bir-birimizi bir-birimizlə tanımaq, hörmət etmək, hər şey Bəli, hörmətdən, bəli, ünsiyyət dostluqdan, hörmətdən, sosializasiya, bizdə sosial olmalısan ki, insanlarla ünsiyyət qura biləsən. Dostluq, bax bu dostluqdan, hörmət etməkdən özünə də, birinci Əlbəttə. özünə hörmət eləmək və özünü sevmək. Bax burada özünü sevməklə özümü takılmaq biraz qarışdırırlar insanlar. Bu da biraz burada egoistliyə, bəli. burada narsissizmə onu da ayırd edək ki, əsl özünü sevmək nədir? Artıq bir ayrı bir podkastda Bəli. abuserlə necə yaşamaq lazım və onunla yaşamaq lazımdır. Eynən. Sual. Necə eləmək? Həqiqətən. Və kim abuserdir? Hər adamda biz abuser, narsist deyirik. Bu da böyük bir problemdir. Yəni və hər kəs bu dəqiqə sözü bəli, etiket o qoymamalı. düzgün deyil. Çünki narsist sözünü çox belə demonizasiya eləyiblər, çox düzgün istifadə eləmirlər. Onu da mən söyləməliyəm ki, bu narsistlər hamısı tip xarakterin tipi var, aksentuasiyası var, borderlinerlər var. Bunların hamısını mən deyə bilərəm. Bizi Bu çox ayrı-ayrı mövzularımız Bəli, çoxdur, orada çox çox maraqlıdır. mövzular, Münasibətlər çox podkastlar var. onsuz da dərin mövzulardır, çox geniş, çox şahəli mövzulardır. Hamısını bir-bir sizlə bərabər Bəli, çox sağ Çox olun, sağ çox olun. gözəl Çox xoş Mən oldu. sizə izah təşəkkür etdiniz. edirəm. Görüşürüz. Mən Xoşdur. istəyərdim ki, çoxlu insanlar bunu eşitsinlər, bilsinlər və nə qədər bax bu maariflənmədir də, nə qədər də çox maariflənəcəklər, o qədər də münasibətlər. bizim məqsədimiz insanları maarifləndirməkdir. çox onsuz da. gözəl, çox gözəl. Bu videoda da sizin dediyiniz kimi həm sərhədlərimizi qorumaq, həm doğru şəkildə ünsiyyət qurmaq, həm də özümüz olub özümüzü Özümüzə sevmək. hörmət eləmək, sevmək və qarşında və emosional intellektimizi Bəli. bərpa etmək. bəli. Özümüzü doğru Çox sağ şəkildə olun, sevək, çox sağ olun. doğru şəkildə hörmət edək. Ancaq hörmət etdiyin bir insanı sevə bilərsən. Bu Bəli. minvalla da insan özünə Bəli. hörmət etməyi Bəli. birinci bilməlidir ki, sonra özünü sevməyə bacara biləcək. Doğru. Eynən. Doğru. Çox Sağ sağ olun, olun. görüşərik, Sağ olun. Çox görüşərik. minnətdarım. Mən də sizə Eynən. görüşərik.